İldə bir dəfə biz bütün bizim Azərbaycan gözəl vətənimizin regionlarını gəzirik və hər zaman istedadları balalarımızı, mədəniyyətimizi, tariximizi təmsil edən balalarımızı seçim edirik. Bu Azərbaycan üçün çox önəmlidir. Hər zaman fikirləşirik ki, bizim gələcəyimiz parlaq olsun. Ona görə Azərbaycanın mədəniyyəti, tarixi çox parlaqdır. İldən ilə görürəm ki, necə bizim balalarımız inkişaf eləyir. Bir il keçmədi, mən yenə də gözəl torpaqda, Naxçıvanda, yenə də gözəl universitetimizdə, gözəl təhsil ocağıda çox qonaqpərvərdir və səhnədə bu qonaqpərvərliyi, bu məhəbbəti, bu mədəniyyəti, hissiyyəti mən hiss elədim. Gözəl muğamımız, gözəl rəqslərimiz, gözəl şeirlərimiz mənim üçün çox xoşdur. Bu il mən gördüm ki, Nahada tələbələr sevgi ilə, məhəbbətlə bu festivalə yanaşırlar. Mən çox xoşbaxtam sənətkar kimi ki, bugün mən istedadlı balalarımızı gördüm və bu gözəl ocağa, gözəl universitetdə Elbruz müəllim hər zaman çalışır ki, təhsil böyüsün, gələcəyimiz böyük bir yerlərə layiq olsunlar. Həkim olsun, müəllim olsun, oxuyan olsun, tarixçi olsun. Əsas Elbruz müəllim fikirləşir onların gələcəyini. Və bu universitetdə o qədər zəngin və istedadlı tələbələr var. Mən hər zaman deyirəm, sağ olsun müəllimlər, yaşasın Azərbaycan xalqı. Hər zaman birlik olsun və mən ümid eləyirəm ki, birlik olsa biz hər şey eləyə bilərik.